Səhiyyə Nazirliyi və Paşa Holdingin fərqindəlik layihəsi bu dəfə Xaçmaz rayonunda reallaşdı. Endokrinoloqlar aksiya iştirakçılarını müayinə edib diabetə qarşı tövsiyələrini verdilər. 300-400 şəkərlər aşkarlandı. Xəstələr özlərindəki əlamətləri təzyiqlə əlaqələndirirdilər və yaxud da qidalanma ilə həyat tərzi ilə əlaqələndirirdilər. Şəkər aşkarlanan xəstələrə qlükometrlər təqdim olundu, müalicə tələb olunan xəstələrə müalicə təyin olundu. Müşahidə etdim ki, insanları aylar öncə, illər öncə deyiblər ki, siz şəkərli diabetə meyillisiniz və onlar gözləmə mövqeyini tutublar, heç bir tədbirlər görməyiblər və nəticədə bugün müayinədə bir neçə pasiyentdə bu cür diabeti artıq aşkarladı. Aksiyadan 300-ədək insan yararlandı. Şəkərli diabet aşkarlanan pasiyentlərimizə öz tövsiyələrimizi verdik və onların gələcəkdə düzgün qidalanmalarını və şəkərlərini necə kontrol edəcəklərini izah etdik. Əməliyyatdan sonra hiss elədim ki, məndə şəkər var. Sağlamlıq naminə insanları erkən müayinəyə dəvət edirəm. Yüksək çıxdı. Müayinə yazdılar, sağ olsunlar, təşəkkür edirəm. Erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. 3-cü rayonda, artıq Xaçmaz rayonunda bugün həyata keçirdik müayinələrimiz və çox uğurlu nəticələr əldə etdik. 300-dən artıq insan səhər müayinələrə cəlb olundu və bundan sonraki səfərlərimiz Mingəçevir, Masallı, Zaqatala və son dayanacaq Dağlıq Qarabağ olacaq. İşğaldan azad olmuş torpaqlarda da bu səhər müayinələrimizi həyata keçirtmək niyyətindəyik. Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı fərqindəliyə cəlb etmək və sağlam cəmiyyətə nail olmaqdır.